Qızlar, bu günləri mən sizə deməli alaqanqal dəvə tikanı bitkisinin xeyrindən danışacağım. Qaraciyər üçün qoruyucu bitkilərdən biridir. Qaraciyər təmizləyir, bərpa edir, qaraciyər hüceyrələrini zərərlərdən qoruyur. Yağlı qaraciyərdə faydalıdır, çox yaxşıdır. İçki içən insanların yükünü azaldır. Qaraciyəri yaxşı işləyəndə yağ yandırma da artır, şişkinlik, ödəm azalır. Arıqlama zamanı bu çox faydalıdır. Qanda şəkəri tənzimləyir. İnsulin dirənci olan üçün də çox faydalı təsiri var. Xolesterini azaldır, damarların sağlamlığını dəstəkləyir, güclü antioksidantdır, hüceyrələri yaşlanmadan qoruyur, iltihabı azaldır. Bilirsiniz necə? Bunu çay kimi də istifadə edə bilərsiniz. Bax, mənim kimi də belə istifadə edə bilərsiniz. Çay kimi içə bilmirsə, bir xörək qaşığını belə üyütürsünüz. 3-4 qaşıq qatığa əlavə edirsiniz və ac qarnına içirsiniz. Yeməkdən hardasa yarım saat öncə. Bunu istifadə edirsiniz. Həzmə çox yaxşı kömək eləyir. Çox da faydalıdır. Mütləq şəkildə alın, istifadə edin. Qiyməti də çox münasibdir. Baxın, belə olur. Alırsınız, üyütürsünüz. Amma bir də var ki, istifadə edəndə üyütün. Üyütüb saxlayıb istifadə etməyin. Tərkibində olan xeyirli maddələr zərərə çevrilməsin.